Axşamı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 115 min manata satışa çıxarıldı bu ev. 4 otaqlı evdir, paket kupçalı evdir. Evində kupçası var, torpağın da kupçası var. Deməli, yerləşdiyi ərazi Saray qəsəbəsində alimlərin binasını keçəndən sonra təzə polis bölməsi var. Onun yanından sola dönürsünüz, düz gəlib çıxırsınız bura. Demək olar ki, yolun çox hissəsi asfaltdır. Bir hissəsi var, qısa bir yol, bir 30 metri, 50 metri yol, o biraz şeybeli yoldur. Qalan hamısı asfalt yoldur. Deməli, ev necə tikilib? Kurqavoy 60-ın 40-a fundamentdir. Kurqavoy kubiklər tikilib, üstündən də 20-nin 40-a kəmər fırladı. Yerimizin polu, yəni yer hissəsi, splaşının hamısı monolitdir. Ev, bütün otaqlar hamısı isti poldur. Qiyməti də 115 min manatadır. Qiymətindən mütləq ev sahibi endirim eləyəcək. Qiymətindən narahat olmayın. Neçə edib? 13-ün 9-a deyib. 13-ün 9-a. Demək, 13 metr beləsidir, 9 metr beləsidir. Torpağımızın sahəsi 2 sot yarımdır. Düzdür? 2 sot yarımın içində paket kupçalı evdir. Mütləq bu evi bəyənəcəksiniz. Bir dənə sizin qalıb bu evə gəlib inşallah bu evə baxmaq. Çünki həyətə girən kimi burada bəyənilməyəcək bir şey yoxdur. Şəxsi özləri üçün tikilən evdən seçilmir bu ev. Yəni bugünkü gündə siz torpaq alıb ev tikməyə başlasınız. Bu qardaşın gördüyün hələ inanmıram başa çatdırıb gətirmək mümkün olsun. Çünki yüksək zövqlə tikilib, şəbəkə pəncərələrləndir. Üstünün adi bax buradan göstərirəm. Bunlar hamısı qabancıq daşlardır. Yəni daşdır. Şılangı tutub yuya biləcəyiz bir daşdır. İşıqlandırmasına bir dənə baxın, evimizin üstünə qədər hamısı bax belə səlqə-səhmanla işıqlanıb. Şəbəkə pəncərələrləndir. Pəncərələr də böyük otaqların hamısı işıqlanır. İndi həyətimizi göstərək. Bax bu dibçəkdəki güllərdən tutmuş bu yol ağaclarına qədər hamısını göstərək. Bax görürsünüz həyətin genişliyini. İstəsiz gələcəkdə özünüz alandan sonra navesdə düzəltdirə bilərsiniz. Deməli, bir də izah edirəm. Qaz, su, işıq sayğacları, evin kupçası paket kupçadır. Alan kimi birbaşa qeydiyyata düşə biləcəyiz bir evdir. Gəlin zəhmət olmasa. Evimizin buradan ara məsafəsi var, arkada da var. Arkada da var, evin sağ tərəfində də ara məsafəsi var. Onları inşallah gələndə burada göstərəcəm. Yaxınlaşaq indi evimizin içərisinə. Deməli, 1, 2, 3, 4, 5 daş kürsülüdür. Qapı da bax belə şəbəkədir. Pəncərələr də qapıda. Zəhmət olmasa yaxınlaşın. Bax, girdik, daxil olduq evimizin içərisinə. Belə bir böyük koridordur. Görürsünüz, nə qəşəng səliqəli təmir olunub. Deməli, ev bütün hamısı isti pol. Yəni, evdə radiator yoxdur. Hamısı isti pol olacaq. İnşallah siz bura bir dənə kombi qoyacaqsınız, bir də mətbəx mebeli. Hamam aksesuarlarını da ev sahibi deyək ki, gələrik, razılaşarıq, onların ən yaxşısından özümüz alıb qoya bilərik. Girən kimi bir dənə mətbəxə baxaq. Bax, bu mətbəximizdir, görürsünüz. Yeri demirəm, yeri onsuz da keramikadır, mebel arası keramikalar da vurulub, bütün nöqtələri qoyulub, kombinin yeri də buradadır. Aspiratorun tokundan buradan çıxardır. Görürsünüz, burada işıqları elə qoyublar ki, düz mebelə vuran işıqlardır. Bu da pəncərə, şəbəkə pəncərədir. 2 dənə açılan yeri var, bax belə. Buradan bir dənə zəmətəmsə həyəti göstərək. Bax, pəncərədən mətbəxin pəncərəsindən birbaşa öz həyəti görsənir. Bir də təkrar buradan göstərirəm ki, həyətin böyüklüyün, balacalığını görəsiniz. 115 min manata paket kupçalı evdir. Qiymətindən narahat olmayın. Bu da korrektordur. Bax, burada görürsünüz, bütün korrektor sistemi yığılıb ora. Oradan otaqların bir-bir kodunu alıb verə bilərsiniz. Burada da koridorla belə işıqlandırılıb. Ondan sonra buradan belə bir arkadır. Buradan giririk qonaq otağına. Yəni zala. Oradan bir dənə zəmətəmsə çəkin. Zal neçədir? 6-nın 4-ə qonaq otağıdır. 24 kvadrat tək zalıdır. Yəni mətbəxdəki kimi eyni qaydada bu pəncərələr açılır, birbaşa öz həyətinə baxır pəncərələr. Ona görə bu ev işıqlı görsən. Yəni gündüz də mən bu evə gəlmişəm, gündüz də elə bax bu işıqlı olur. Yəni heç bu lamıçkalara, işıqlara ehtiyac olmur. 6-nın 4-ə qonaq otağıdır. Sonra yataq otaqlarına baxaq. Bu bir yataq otağımızdır. Neçədir? 3-ün 4-ə bir yataq otağıdır. Davam eləyək. Bax belə gəlirik. Növbəti bir yataq otağı buradadır. Bu neçədir? Bu da 3-ün 4-ə bir yataq otağıdır. Bir yataq otağımız da buradadır. O da 3-ün 4-də yəqin. Bir yataq otağı da burada. Bax belə, gördünüz. Bu da sanitar qovşağımızdır. Bax, bu da sanitar qovşağı. Bax belə, bir də izah eləyirəm. Deməli, Saray qəsəbəsində alimlərin binasını keçəndən sonra Duz yoluna tərəf təzə polis bölməsi var. Onun yanından dönəndən sonra gəlirsiniz, düz elə asfaltın qırağındadır. Çox yoldan uzaq deyil. Mütləq gəlin bu evə baxın, çox gözəl, yaraşıqlı, sərgəli, səhmanlı evdir. 115 min manata başlanğıc qiymətində, düzdür. Qiymətində indirim olunacaq. Siz bir dənə bura mətbəx mebeli qoyacaqsınız, bir dənə də kombi. Hamam aksesuarlarını istəsiz özünüz də qoya bilərsiniz, istəməsiz indi ev satan deyir ki, ev yəsi. İstəsələr mən özümdə ən yaxşılarından alıb ora qoya bilərim. Allah da satanı da xeyir versin. Sağ olun.